Hamıya salamlar əziz dostlar. Bugün Kasimetör 2'ye devam ediyoruz yine. Kasimetör 2'de bayağı bir dənə qarşılaşdırma günü eləyəsi yox. O da bir maşını qarşılaşdırmaq istəyirdim ki, maşınımızı haciza bağlatdırdım, ayda çıxartdırdım. 85.000 boşuna getdi. Amma görmüş olduğunuz kimi eləyirik. Yəni bir maşın qarşılaşdırma günü eləyəsi. Yəni reklam bitsin, ardından da başlayacaq qarşılaşdırma gününə. Tam şöyle bir tane İslam yazıram ha. Ne mi yazıram ha. Ardından devam etti. Maşını çıxartdıq görmüş olduğunuz kimi acizdən. Polisin əlindən nələr olmadı ki. Başına bəla oldu it. Maşını hacizdən çıxartdırdım. Biz o zaman oldu. Mən Yerşəhərdən çıxıb Körf yola qədər gedirdim. Oradan polislər, bütün polislər arxamca düşdülər də mən deyil of. Qurtulmağa tam 2 saniyə qalmışdı ki, polisin bir dənəsi qabaqdan belə arxadan gəldi. Dağlanıqsız Ofrey bölgəsində gizli bir yer var idi. Ora qaçası idim. Yaxında o polis cəmiyyədə videosu gələr. Tam ora qaçıb seydim ki, suya düşdüm. Polislər mənim maşınımı aldılar. 85.000 də oradan çıxartdım. Yəni, çıxartsam da, çıxarmasam da yəni pulu qazancı yox elə artıq. O da var elə. Bugün qarşılaşdırma günü olaraq bunu bir də o gedək. Bu da elə oradadır maşınımız. Toyota Land Cruiser. Ya bu garajın yanına gələndə donmaq problemi bu oyunda düzəlmədi. Ne zaman düzələcək bu? Heç bir zaman. Bu heç bir zaman düzəlməyəcək. Bu ikisini fotoğrafını çəkirəm. Çünki maşından düşəndə daha kamera işarəsi göstərmir. Ona da bir ayara gəlsəydi yaxşı olardı. Sabah kamera işarəsi resmen daha burada yoxdur. Bugün deməli ilk gün bu iki maşını da qarşılaşdırırıq. Li Autolet 9, Toyota Land Cruiser 2025. Görək hansı qazanır, amma Toyota Land Cruiser'da drifti yoxdur. Amma Li Autolet 9'da bunda var. İlk Toyota Land Cruiser'dan başlayacağım. Bugünkü testlərimiz yarış, sonra drift, sonra nə olsun? Yarış, drift, sonra da fren testi. Bu 3 dənə də test büyünü eləyəcək. Deyim ki, bunda drift yoxdur, amma elə bir şey 3 dənə testi eləyəcək ki, hansı daha qazancaq. Bir də top speed olacaq əlbəttə ki. İlk kez top speed olaraq başlayayım. İndi mən bir dənə bunu fırladım. Gələk indi evə. Hani bu Toyota Land Cruiser'ın 2025 modeli yani niye drift yoxduğunu bilmirəm. Yani bu maşının drifti məncə də olmalıydı, amma çox maşına driftini gətirmirlər ki bunlar. Hadi indi buradaca belə başlayaq. Yavaş kimi yağdıraq eylə. Gah bunun hızı nə qədərdir, görürük. 175. Aa. Bunun hızı 175'ti. Yox ya, 9'da nə şey, bunun şu 175'ti. 175 yapdan çıxartmayaq.
Nə hərəkətdə eləyirik, ha bu nədir? Olsana, nələr oldu, bu bir dəqiqə. Basaq. Bunun nə qədər? Daha bu 275 polunu ötdü. Bu qazandı. Bu 1-0 qabağa keçdi bu Liavtole 9. Allah donmadı. 80. 280 da bu bastı. Üç tane tapşırıq eləyirik bu arada. 2 tanesini elədim. 3 tanesini eləyəm. Bir nitro tipi kullanacağım. Bir də Fox adına bir maşını. Test sürüşü eləyəcəm. Onlar da mesela soru özümə eləyəcəm. Problem yoxdur yəni. Saxla, saxla, saxla. Saxla. Bomboş yolda ağaca vururuq. Sırf ki donmalağın əlindən. Dona dur bu qarajın yanına gəlincə. Dona durur oyun. İndi bunu bir denəyək. İndi yarış testindədir sıra. Yəni biz yarış eləyirik. Fren testi idi, sonra başqa hansı idi? Biz başlandan test eləyirik. Ya drifter yox, mən deyim ki, bundan drift eləməyəcəm. Çünki bunun drifti yoxdur ki, dediyim kimi. Harada yol olunması qəşəng oldu. Çünki buradan otluqların üstündən keçirdik eləydik. Ona şükür ki, çoxdandan bir dəyişməyəni gəlib də deyək. Elə nə elədir yəni? Bir yarış eləyirik ki, bu yarışı düz olur. Daha mən də maşını o Liatore 9 yığdırmışdım deyənə. Onu yığdırmamışım deyənə şey yoxdur. Bu biraz ondan gücü kimi gəldi o Liatore 9. Bundan biraz gücü gəldi. Yox, yarışlarda nətərdir? O maşına da qabağımıza çıxır. İstəyirsə bir tane maşına da bizə özləri qabağımıza verirlər. Onu da nəsə sevmədim mən. Bu maşını yığdırmaq lazım idi. Bunu mən kaş eləsəydim. Altmış 63% elə polnu bomba kimi də vaxtımız var da deyək da. Yarışı çox zəifdir. Mən bu maşını yığdırmalı idim.
Abi maşına nə oldu? Yəni bu maşının 2025'in yapımıdır, yani 2025'te olundu bu maşın. Radan yürüyürəm. Hoppa. Düşdüm. Bir də belə bir şey var. Mən abi hər qarşılaşdırma testlərini eləyəndə gündüz başlayıram. Axşam da qutaram. Bu problem də var hələ. Oyunda hava proqnozu bile dəyişibdi. Çox yanına qoyduq idi. Arxaya ver biraz. Arxaya ver, arxaya ver. 202 dənə benzin bidonumuz var ha burada. Amma bu maşın ondan tez gedər, mən söyləyim sizə. Yəni bir də bu da mənə bir problemim. Bomboş yerlərdə hər yerə açıb bax, bizim işimizdir bu oyunda. Yəni maşallah bomboş olanda oralara biz mən ona nətə vura bildim bomboş yerdə. Yoxsa burada çırpırıq. Hər yerə çırpılacaq maşallah. Allah bir dayan. Bu maşını qətiyyən yeni saxlamaq belə mümkün deyil ha çox. Əgər biz gələcəkdik bunu TL eləsək, bu heç dayanmaz yerində. Abi 1-0 qabaqda da tasvir testində bunu da yəqin 2-0 qabağa keçdik. Çıxmayın qabağımıza. Çıxmasana. Çıxma qabağıma. Yani bundan geçen şey yok ama bundan sonra tormuz sesine cevap daha kim olacak buna? Ben niye sakladım dayan. Devam eyle, devam eyle. Ne? Ya. Görsene. Ama böyle bir şey yok idi ya. Evvela bu oyunda bir reklam gelmiş. O da pat diye çığırırdı. Ondan sonra reklam gelmemişti. Bu oyuna geldi indi de. Bir söz atadı reklam gelende oyundan kurtulmak reklamı mümkün değil elədir. Evvela bu oyuna reklam geldi pat diye çığırdı. Ondan sonra reklam gelmir. Bu oyuna bu da təzə gəldi. Evvela belə deyildi bu oyun. Bir vaxt da belə olmuşdu. Sonradan düzəlmişdi. Reklam gəldi pat diye yenə girirdi. Ondan sonradan yenə təzədən gəldi abi. Öyle olmalıdır. Yani mən reklamda bile rahat edemiyorum elinden. Valla yani evladı öyleydi bu. Alıp oynayıp kosmetör şey evladı öyleydi hiç. Pat deyində bütün reklamlar çıxa-çıxa sırayla.
Çıx buradan sən canı. Hava qaraldı. Tövbe estağfurullah. Hava da ne tez qaraldı. Uf, hava ne tez qaraldı valla. Bir de o oyunda bu çıxdı yani. Hava qaralanda bir də qaralmırdı. Pahalı verəndən sonra havanın qaraltısı, aydınlanması dayanırdı. Daha bir reklam gələndən sonra hava da qaralmağa başlayır elə. Reklam başlayanda bu oyunda axşam idi, qutarandan sonra da axşam oldu indi də. Tamamilə qaş qaraldı yəni. Allah polis, 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 polis. Ay. Bayaq da zaten polis tərəfindən tutuldum. Amma maşını hacizə vəət etdirdim. İndi qavalma çıxır hər yerdə. Bozucu qala polisin ayağına tuşasıydım yenə gördün. Polisin bu güç gözəl günümü batırma sən canı. Qarşılaşdırma günüm eləyim sonra sən elə. Allah. Sonra ürəyin nə istəyir elə polis. Sırada fren testi, yəni tormuz testi eləyək. Yaxın zamanda limanda da bir uçma günümüz falan olacaq. Onu da çəkəcəm bir günüsü inşallah. O da gəlir. Amma bir dəqiqə bu maşın 200'ə qalxmır ki. Bir də o gəldi. Bu maşın 200'ə qalxmır. İndi mən bundan belə fren testi, tormuz testi eləyəcəm bundan. Ama maşın çok gücsüzdür. Yıldırmaq lazımdır bunu. Mən yaxında bunu bir dənə yığdırarıq. 200'ə də qalxmır. Nəsə bir şəkildə daha fren testini bu oyunu mən eləyəcəm. Və bu oyunu yığdıracağım yəni bir gün sonra. İndi tormuza bastım. Heç dayanmadı ki. Heç dayanmadı ki. Land Cruiser nə alsan sən bir gün. Heç dayanmadı yerində gördünüz. Ağaçların ortasında dayanası idi. Gec dayandı. Düz orada. Land Cruiser bu gün nə vardı neysən? Yenə 0 oldun. Land Cruiser yenə 0 oldun sən. Bu gün heç nə normal eləyənmədin ha. Bu maşını mən yığdırsaydım, aynı da Liat F9 kimi güclü olardı. Olmadı. Ne diyeyim daha. Ora çatanda donma var ya, əsəb oram ona. Ora çatan kimi ki, donma elə. Liat F9'undan da qəşəng çəkik. Bax mən deyirəm, dur ışığı söndürməyək, maşın ışığı. Abi fren testi daha sonuncu testimiz idi. Bunda da Liat F9 kazanır da. Yoxsa bu maşın qazancıq. Ay donma. Ay donma. Görürsünüz qayırın qavana gələn kimi ki donmaları görürsünüz. Görürsən bax. Bunlar düzəlməlidir ha, bu donma problemləri falan. Düzəlməlidir bunlar. Dur çox 200'ə qalxdım alım söhbətdə. Qalx. Biraz qalx. 200 elə. Bastım indi frene. Bastım. Bu da elə. Bu da elə dayandı. 2-0 qabaqda demağına baxmayaraq bu maşının da fren tormuz testi zəifdir. Da mən nə deyim? Bunu da 3'ə keçmədi. 2-0 olarak qaldı. Bugün 2 testdə bu qazandı, amma fren testi bunun çox zəifdir. Bunun da Land Cruiser'ın da anlamış olduq ki, ikisinin də fren testi zəifdir. Yəni
9000 də buna verdik. Dur qapını açdım. Bunu bir gündə BMW XM ilə qarşılaşdırarıq. Bir gündə BMW XM ilə yarışar. Onun da drifti var çünki. Bununla bu o BMW XM yarışacaqlar bir gün. Çıxaraq o daha güclüdür yoxsa bunun güclüdür görəcək. Bir gün onunla qarşılaşdırma eləyəcəm inşallah. O da ağlımda var. Buradan bir dənə uçaq. Amma ağaca dəyəcəm deyəsən. Uçanmadım. Ağaca çırpdıq. O ağac elə bir orada yox idi əvvəl. Var idi o ağac. O ağac əvvəl orada var idi. O ağac yəqin orada yox idi əvvəl. Uçasıydım, uçuşma batırdı o ağac. Olmasıydı. Kanalları dəyişik salmayaq. Yəni yerlərində dayansınlar. Mən burada dayanırdı, orada dayanırdı. Daha nəsə. Fərq eləməz. Işıl sanım alıp yaddan çıxartmasaq. Bugünkü gündə də 2-0 qarşılayırıq. Liatə 9 qazandı. Bu bütün testlərdə 0 oldu bu Land Cruiser. Yəni bu maşın anlamadım yəni bu maşını mən yığdırmalıyam mən. Yaxın zamanda bunu yığdıracağım. Bunun da bir dənə fren testində səhv oldu. Yəni bu fren testində bu 0,2 testdə bu qabağa keçdi. Elə olub bu gün qazandı. Bugünkü qarşılaşdırma gününün də sonu. İnşallah videonu bəyəndiniz. Sonraki videolarda görüşmək üzrə.